Herkese salam, hər vaxtınız xeyir olsun dəyərli tələbələr. Mən Nurayn Namazova coğrafiya müəlliməsi. Bugün sizlərlə Dövlət İmtahan Mərkəzinin 24 may 2026-cı ildə 2-ci və 3-cü qruplar üzrə blok imtahanı keçirdi. Orada istifadə olunan coğrafiya üzrə cavabların, sualların daha doğrusu doğru cavabların izahını verəcəm. Elə isə vaxt itirmədən gedək ümumi suallara. Sizlə burada ilk dəfə baxacağam. Belə ilk görünüşdə mənə asan gəlir, çətin suallar yox idi. İndi isə gəlin bir-bir təhlil edək. Deyir 31-ci sualda AB xətt üzəri profilinə uyğun olan diaqramı müəyyən edin. Bu tipli sualdan Dimin test bankında var, horizontal mövzusunda. Demək deyirik ki, B demək hardadır? 100, 100-ə yaxındır, fikir verin. Məsələn, bunu kəsmə yüksəkliyi olaraq baxsaq, fikir verirəm mən nəyə? Burada 10-un artır. Hardan bilirəm? Məsələn, baxın, burada 110-dur. Onda bura neçə olacaq? 100. Baxın, indi gəlirik nəyə? Burada A nöqtəsi isə, məsələn, bura 100-dür. Bura neçə olur? Onda 2 ara var. Daha doğrusu bir dəqiqə. Kəsmə yüksəkliyi neçə olacaq onda bizdə? Baxın, 110 çıx 100 neçə edir? 10. Sonra araları sayırıq. 1, bax 1 ara, 2 ara. 2-yə böldüm, elədi 5. Demək kəsmə 5-imiş, üzr istəyirəm. Kəsmə 5-imiş. Onda A olur 100 neçə? 105. Təxminən 105-ə yaxın belə deyək. Yəni 100 ilə 110, lap heç dəqiqlik bir məsələsi var. 105 ilə 100-ün arasındadır. Yəni 100 ilə 110 daha doğrusu. Ona görə də C-də görürəm ki, 90 verib səhvdir. Burada məsələn 110-a çox yaxın verib səhvdir. Baxaq indi nəyə? C isə 100-ün aşağısındadır. Məsələn, B-də 100-dən 110-u verib, C-də bunu verib, məsələn, A-la tutaq verib, 120 verib. Burada da N-də nəyə çıxdıq? Qaldı A ilə elə. Burada da sonra baxır ki, orta hissədə bir təpə var. E variantında isə orta hissədə bir təpə yoxdur, çökək var. Burada isə bir dənə nə var? Dağ. Yəni, doğru cavab burada olacaq nə? E-də olmaz, çünki ev çökək versə yox idi. Doğru cavab olur nə? Demək, 31-ci sualda A variantı. Bu tipdə sualdan Dimin test bankında var idi və əminəm ki, bu sualı çoxlarınız düz yazmısınız, çünki itiriləsi sual deyildi, asan bir sual idi. Demək, indi gəldik nəyə? İkinci suala. Deyir ki, A iqtisadi rayonu demək, relyefi kürboy düzənliklərdən, yüksəklərdən və dağdan ibarət. Bu rayonda qızıl, mis, əhəng daşı, daşsalı benton gibi ağ-daşyat yataqları vardır. A iqtisadi rayonuna aid olmaq xüsusiyyətləri müəyyən. Bu Qazax Tovuz iqtisadi rayonuna əhatə eləyir. Çünki daşsalı bentonit yer, məsəl üçün Qazaxdadır, Ağdağ, Tovuz, Qazax ərazisində. İndi aid olmayanlar deyir. Həmin ərazidə biz bilirik ki, üzümçülük var, kartof var, taxıl var, heyvandar var. Bir düzdür, birlər olmaz. Deyir ki, tərkibinə daxil bütün inzibati rayonlar xarici ölkəyə həmsərhəddir. Məsələn, bura Şəmkir düşür. Şəmkir məsələn ölkələrlə sərhəd deyil. İkini götürəcəm. Daha sonra deyir ki, biraz bunu rəngi qalınlaşdıraq. Deyir ki, rayon ərazisində Bakı tipsi Ceyhan, Bakı subsi neft kəməri keçir. Bəli, həmin ərazidən keçir. Bu düzdür. Bununla da işim yoxdur. 4. Enerji yolunun tələbatı Arpa çay hissəsində təmin olunur. Biz bilirik ki, Arpa çay haradadır? Naxçıvandadır. Bu ərazidə Kiçik Qafqazın şimal-şərqinə düşür. Necə orada Arpa çay olsun? 4 də səhvdir. 5. Kənd təsərrüfatı yalnız suvarma şəraitində mümkündür. Burada belə deyək, həmin ərazidə yəni tək suvarma deyil, dəmiyə əkintisi də həyata keçirilə bilər, düzdürmü? Ona görə deyirik ki, demək bu da səhvdir. Bir iqtisadi rayonla həmsərhəddirsə, hansı iqtisadi rayonla həmsərhəd olur? Demək, Gəncə Daşkəsənlə. Ona görə bu da düzdür. Qalır 2, 4, 5. 2, 4, 5 də harada var? A variantı. Demək, bu sualın doğru cavabı nə idi? A variantı idi. Sonra gəldik nəyə? Demək, 33-cü deyir, xəritə sxemdə hərflərlə göstərilmiş ölkə üçün ümumi olmayan əlamət. Baxaq görə burada hansı ölkələri görürük? Demək, C göstərir bizdə Yəməni, Yəmən. A göstərir bizdə Somalini. Sonra B bizdə göstərir Liviyanı. İndi bunlara bax, xüsusiyyətlərə baxaq. Deyir ki, demək, tropik hava kütlənin təsirinə məruz qalır. Bu düzdür. Həqiqətən tropik hava təsirinə məruz qalır.
İ-nin yüksək olduğu ölkədə İ nədir? İnsan inkişaf indeksi. İnsan inkişaf indeksinin yüksək olduğu ərazi deyəndə inkişaf etmiş ölkələr göstərilir. Bu ərazi bura aid deyil. Yəni bu 2 səhvdir. 2-ləri atacağam. Çünki məndən nə soruşur? Düzlər soruşur. Bu 2-ləri atdım. Sonra iqtisadi fəal əhalinin əsas hissəsi iqtisadın 3-cü və 4-cü sektorunda çalışır. Biz bildik ki 4 sektordur. Birinci sektor demək faydalı qazıntılar çıxarılırdı. İkinci sektorda belə deyək, faydalı qazdan qismən emalı yenə çıxarılmasıdır. 3 bizdə xidmət sahəsi idi, hansı ki inkişaf etmiş ölkələr üçün xarakterik idi. 4 də artıq nə idi? İnformasiya idi. Bu da yenə inkişaf etmiş Yaponiya kimi ölkə üçün xarakterik. Demək bu da səhv. Bunlar çıxında cavab qalır B variantı. Davam edək. Deyir ki, əhalinin əsas hissəsi Afro-Asiya dilarəsinə mənsub. Doğrudur. Ərazində günorta vaxtı şaqil cisimlərin keyfiyyət olmaması müşahidə olunur. Bu da düzdür. OPEC təşkilatının üzvü deyil deyə çıxdı. 1, demək 4, 5. 33-cü sualın doğru cavabı oldu nə? Demək B variantı. Bu sualda həll elədiyimizə görə keçirik 34-cü sualla davam eləməyə. Demək deyir ki, ölkəmizin əsas 4 şey müəyyən edin. Əhalinin yaş tərkibində uşaqlar üstünlük təşkil eləyir. Bu doğrudur. Bəli, biz inkişaf etməkdə olan ölkəyik. 2. Quba, Xaçmaz və Lənkəran Astara iqtisadiyyatında türk dili olmayan xalqlar neynir? Yaşayır. Bir dəqiqə, hər uşaqlar düşündürəm, bunu saxlayacağım. Quba, Xaçmaz və Lənkəran Astara iqtisadiyyatında türk dili olmayan xalqlar yaşayır, düzdürmü? Bu düzdür. Bizim doğru olan fikirdir. İkinci götürəcəm. Biri deyir ki, yaş uşaqlar belə deyim, üstünü təşkil edir əslində Afrika ölkələrində. 3. Azərbaycan əhali sıxlığı yüksəkdir. Bu səhvdir. 3 səhvdir. 3-ləri çıxıram. Sonra Bakı iqtisadi rayonunda əhalinin milli tərkibi, milli etnik tərkibidir, mürəkkəbdir. Bəli, bu da düzdür. Yəni mürəkkəbdir. Ona görə nə edirəm? Demək bunu da çıxıram. Yəni götürürəm 2, 4. Sonra deyir ki, Şəki-Zaqatala iqtisadi rayonunda məskunlaşmış avarlar, ləzgər saxlılar Qafqaz dəsməsi. Bu da doğru cavab. 2, 4, 5 də C variantında var. Doğru cavab C. Kənd əhalisi miqrasiya hesabını artır. Miqrasiyada biz bilirik ki, kənd əhalisi yox, əksinə şəhərdə olan əhali artar Bakıda. Yəni kənd miqrasiya deyil, öz yerli əhalimiz. 2, 4, 5 də harda var? C variantında var. Doğru cavab oldu nə? 2, 4, 5 C variantı. Bunu da həll etdiyimizə görə keçirik digər sualla demək işləməyə. Sonra burada gəlir nə? 35-ci sual. Deyir ki, xəritə sxemə əsasən buxarlama və buxarlama qabiliyyəti arasındakı fərqin çox olduğu ərazi və bunun səbəbini müəyyən et. Biz bilirdik ki, buxarlanma rütubətli ərazidə olurdu. Buxarlama qabiliyyəti quraq ərazidə. Əgər fərq çoxdur deyirsə, quraq ərazidən götürməlisiniz. Fərq azsa rütubətli ərazi olacaqdır. Məsələn, burada deyir ki, dağlıq relyef olmaz. Dağlıq xüsusiyyətən dağlıq relyefçi rütubətli olmaz. Dəniz sahili isə rütubətli olmaz. İsti cərəyan keçir rütubətli olmaz. Gəlir indi nəyə? Demək, ərazisində nə olmalıdır? A ilə D arasında qala bilərsiniz. Burada fikir veririk nəyə? Tropik iqlimə erişməsi 3, 5, 6. 6 subekvatorial iqlimə düşür və yayda yağıntılı olur. Ona görə doğru olmaz. Həm də tropikdə dəniz tipi də var, quru tipi də var. Məsələn, burada 6 dəniz tipi. Ümumiyyətlə, tropikə deyil də subekvatorial düşür deyə 6 səhvdir. Doğru cavab olan soyuq okean cərəyanının keçməsi. Biz bilirik ki, sahillərində əgər soyuq okean cərəyanı keçirsə, demək, ərazi quraq olur, isti cərəyan keçirsə, rütubətli olur. Məsələn, soyuq okean cərəyanı keçən yerdə səhra yandır. Məsələn, deyirlər, burada keçir, məsələn, Peru cərəyanı Atakama səhrasını yaradır. Ona görə cavab olacaq 3, 5, bu da Kaliforniya sahili, bir də 2, 1. Somali tərəf. 1, 3, 5 sahildən soyuq okean cərəyanlarının keçməsi. Doğru cavab olur nə? D variantı. Keçdik 36-cı sual izahından davam eləməyə. Demək, bizdə nə soruşur? Deyir ki, meridian üzrə ekvatordan 0 dərəcə azimutla 8769 kilometr hərəkət etsə, çatdığımız məntəqədən cənub tropinə qədər demək, xəttin ən qısa məsafəni hesablayın deyir. 8769-dur, düzdürmü? Biz indi ilk öncə necə bunu hesablamalıyıq? 8729-dursa əgər, gəlin birinci bunun hesablanmasına baxaq.
Demək, bunu hesablamaq üçün ilk öncə nə edəcəm? 8769 1 dərəcə 111-dirsə, x dərəcə 8769-dursa, 8769 bölsəm 111-ə. Mənə nə qədər verəcək? 79 dərəcə, düzdürmü? Demək, məntəqə nəymiş? 79 dərəcədəymiş. Və ekvatordan şimala getdiyimizə görə 79 dərəcə şimal enliyi olur. Və cənub tropikidir. Cənub tropikdə 23.5 cənub enliyidir, düzdürmü? Və bu zaman nə edirdik? Deyirdik ki, bu ikisi arasındakı məsafəni soruşdu. Cənub tropiki buradır, bu da məntəqədir şimaldır. İndi yenəcəm 79 ilə demək. Rəngi dəyişim görək. 79 ilə 23.5-i toplayıram. Neçə verir mənə? 79 üstəgəl 23.5. 79 üstəgəl 23.5 və eyni meridian üzərindədir deyə vuracam nəyə? 111-ə. Bunu da vuranda demək 111-ə alınır nə qədər? 11.000 bərabərdir 11.377.5 kilometr doğru nə? A variantı. Demək 36-cı sualın doğru cavabı oldu nə? A variantı. Bu sualı da həll etdiyimizə görə keçirik 37-ci sualla davam etməyə. Demək 37-ci sualda deyir ki, üzvü aşınma zəif getdiyi məntəqələri müəyyən edir. Üzvü aşınma nədir? Bitki və heyvan ərazi çox olduğu üçün nə baş verməlidir? Demək, yəni rütubətli yer olmalıdır ki, orada həm temperatur olsun, rütubət olsun ki, bitki və heyvan yaxşı inkişaf edəsin. Ona görə dağlıq yerlər çıxmalıyam. Çünki mənə zəif getdiyi deyir. Məsələn, burada 3-dür, dağlıq da çıxar. Sonra məsələn 7 rütubətli yerdə çıxar. 7-lər çıxsam. Daha sonra məsələn 2 də dağlıq ərazidə, düzdürmü? Ona görə 2-ni də çıxsam, məsələn 2 yoxmuş, nəyə baxacam? 8 var, bir də 4. Hə. 8 Lənkəran. Lənkəran rütubətli ərazi olduğu üçün orada üzvü aşınma daha intensiv gedər. Ona görə 8 olmaz. Doğru cavab qalan D. 1, demək 4, düzən yerlər baxın. 5, bir də ki 6, aznohogenası. Yəni, düzən yerlərdə nə olur deyirik? Demək, üzvü aşınma zəif gedir. Bu sualda həll edimizə görə 38-dən davam edirik. Demək, indi baxıram nəyə? 38-də mənə deyir ki, Mekong çayı. Mekong, Nil, Yukon, Şərqi Çin, Cənubi Çin, Bering, Aralıq, ABŞ, Kanada, Misir, Vyetnam. Demək, Mekong çayı Cənubi Çin dənizinə tökülürdü. Cənubi Çin dənizi də hara düşür? Vyetnama düşür. Yəni, Rum rəqəmindən 1-ə 2 D aid. Sonra Nil çayı Aralıq dənizindədir. 2-yə qoyuruq 4. O harda deyirik? Misirə düşəcək. Daha sonra 3 Yukondur. Yukon da bizdə hardadır? Beringdədir. 3 və Bering orada hara düşür? Demək düşür ABŞ-a A. Yəni onlar bizdə demək nə? 1-ə 2-dir, 2-yə 4-dir, 3-ə 3A. Doğru cavab 38 oldu. C variantdır. 38 də həll etdiyimizə görə keçirik indi 39-a. 39 keçməzdən sizə bir şey deyim. Deyək, məsələn, TUS imtahanı düşür, bunu sizə çətin çəkirdirsə, məsələn, biz ki, Nil çayı harda olar? Məsələn, bunlar üçün Şərqi Çində olmaz, Cənubi, çünki Nil çayı da Afrikadadır. Yəni, Rum rəqəminin 2-yə 1, 2 aid ola bilməz. 2-yə 1, 2. Məsələn, B gedərdi, D gedərdi, düzdürmü? Məsələn, ölkə o da seçə bilərsiniz. Məsələn, ölkə olaraq da nə getməzdi? Bir dənə ancaq Misir qalardı. ABŞ Amerikadadır, Kanada, məsələn, AB olmazdı. Yəni A, B varsa, məsələn B var burada. Yəni demək Nil olmazdı. Məsələn B həmin əraziyə. Daha sonra məsələn bir dənə Misir düz olardı. 2 variant da var, düzdürmü o da? Sonra məsələn nədən tapa bilərdiniz? Məsələn Aralıq dənizinə gedir. 2 4 C, məsələn C ilə D arasında qalardınız. Və sonra məsələn bilirsiniz ki, dedik ki Mekong çayı hardadır? Cənubi Çin tərəfdədir. Oradan da tapa bilərdiniz. Demək, artıq 10 oldu. Doğru cavab oldu. Bir dənə C variantı. 39-cu sualla davam edirik. Demək, uyğunluq mənidir. Qazaxıstan və Türkmənistanla bağlı olanlar. Bircə dəqiqə. Bax, bu hissədə var. İndi birinci başlayaq neyniyə? Təhlil eləməyə başlayaq. Demək, Qazaxıstan deyir, ərazisində Buzati yarımadası yaşayır. Bilirik ki, Qazaxıstanda Buzati var. 1-ə A.
Sonra deyir ki, Qırğızıstanla sərhəddi mövcud deyil. Bu hansına aiddir? Demək, deyirik ki, Türkmənistana. B aiddir 2-yə. Daha sonra əhalisinin deyir, əsas Türk dil qrupunun Bulqar qoluna aiddir. Biz bilirik ki, bunların heç biri Bulqara aid deyil. Ona görə C səhvdir. C səhvdirsə, heç birini götürməyəcəm. C-ləri atacam. 2 variant getdi. Ərazisinə çöl, meşə, çöl deyən kimi ağlımıza hara gəlir? Qazaxıstan. D bura aiddir. Sonra Türkmənistanla bağlı Çalayan daxili xarici sövzəyə aiddir. Bu da bizdə yəni Xəzərə aid olmasıdır. E. 1-ə AD, 2-yə də BE. Hansı variantda var? 1-ə AD, 2-yə də BE, 1-ə AD, 2-yə də BE. Doğru cavab olur nə? 39-da C variantı. Keçdik 40-cı sualın davam eləmə. İnzibati Daşkəsən, Laçın, demək Kəlbəcər rayonları. Daşkəsən deyən kimi ağlımıza nə gəlir burada? Daşkəsən, Laçın, Kəlbəcər, Narzanlı, Kastağ, İpək, Hamanca, Göydərə. Demək, Hamançay dəmiri, Daşkəsən dəmir var. Yəni, biri olacaq D. 1-ə D olmayanları atarım. D getdi, E getdi. Daha sonra gəlirik demək nəyə? Demək, Narzanlı və İpək. Bunlar nə yatağı dedi? Kromit yatağıdır. Bir də Göydərə də var. Göydərə haradadır? Kəlbəcərdə olan idi. Demək, onda nə edəcəm? A-nı və nəyi? Demək, C-ni yazacağım 2-yə. A-nı, C-ni. Kəlbəcər dedik, Göydərədir kromit yatağı. 1-ə D, 2-yə D, 3-ə D. Doğru cavabı C variantı. Burada məsələn, Kastaq polimetal idi. Zaqatala tərəfdə idi. Məsələn, belə də çıxıb cavaba gedə bilərdiniz. Yəni, o şəkildə yaza bilərdiniz. Aha. Sonra gəldik nəyə? 41-ci sualın davamı. Dağlıq Şirvan, yəni Şamaxı. Kür Araz mərkəzi aran. Üstə dedik nə? Gəncə. İndi gəldik bunların xüsusiyyətlərinə. Demək, Dağlıq Şirvanda yay quraq keçən mülayim istiqlim yayılıb. Şamaxıda cənub-şərq hissəsi deyir deyə Böyük Qafqaz. Kür Araz deyirsə, əkinçi inkişafı qış otlaqlarının sahəsini azaldır. Bu mərkəz aran olar. Meandrlar və axmazların yaranması imkanı genişlidir. Bu da mərkəz aran olar. Kür Araz. Sonra C-ni dedik. Göllər uçqun bəhsdə bu Gəncə Göy gölü olar. D-ni buraya yazacağam. Metal kəsənin inkişafı üçün yerli xam eti. Bu daş kəsən bura düşürək. Ona görə E-ni də buna yazın. 1-ə C, 2-yə A, B, 3-ə olacaq nə? D, E. Doğru cavab olur nə? E variantı. Bunu da həll etdiyimizə görə 42-ci sualdan davam edirik. Demək, nə soruşur bizdən? Deyir ki, ekvatorial meşə, qütb sərhəsi və iynəyarpaqlı meşələrlə bağlı xüsusiyyətlər. Birinci birdən başlayaq. Ekvatorun qütbə nə aid olur? Ərazilərində fəsillər aidi müşahidə olunmur. Çünki iynəyarpaqlı mülayimət üçün fəsil var. Onda 1-ə götürəcəm elə 4. Daha sonra 1-ə 4 olmayanlara çıxsam, A, B getdi. Rütubətli əmsalı vahiddən böyükdür deyirsə, bu hər üçünə aiddir. 4 olacaq 1. 4-də 1 olmayanları atacam. Demək, C-də 4-də 1 yoxdur. D-də də yoxdursa, cavab onda qalır nə? Elə E variantı. Baxaq, davam edək. Aqrometallar zəif təmin olunub. Bu qütb sahəsində iynəyarpaqlıdır. Çünki ekvatorda günəş şüası çox düşür. Əslində həmişə yaşıl ağaclardan ibarətdir. Bu da aiddir nəyə? Ekvatorun iynəyarpaqlıya. Daha sonra deyir, günəşin zenitdə demək, olmadığı ərazilərdə yayılıb. Günəşin zenitdə olmadığı 3-ə aiddir. Qütb səhralarının iynəyarpaqlıya. Daha sonra bizdən nə soruşur? Deyir, əsas iqlim qurşağında yerləşirsə, bu hər biri əsas iqlimdə yerləşirlər. Kimyəvi və üzvü aşımı intensivdirsə, bu da gedər hansına? Ekvatorun iynəyarpaqlı. Yəni 1-ə 4, 2-yə 3, 7, 3-ə 2, 5, 4-ə də 1, 6. Doğru cavab olur nə? E variantı. Bu sualda həll etdiyimizə görə keçirik 43-cü sual izahından davam etməyə. Deyir ki, müvafiq olaraq suvarmada, demək, yayda, qışda istifadə olunur. Yayda deyirsə, demək, hansı çay olur? Subtropikdə olan çay olar. Qışda da deyirsə, hansı olar? Demək, şey olar, demək, musson iqlimi olar. Yaydadsa, onda olacaq nə? Burada. Demək, yayda Xuanxə yansızı olmaz, yenisi olmaz, Niger Mekong. Po-la Fərat, yəni hansılar subtropikdə yerləşənlər olar. Qışda da deyirsə, mussonda olanlar. Onda Po, Fərat, Qanq, Mekong E variantıdır buradadır. Bu sualda həll etdiyimizə görə keçirik, demək, nəyə?
44-cü misalın həllinə davam edir. Şimal yarımkürəsində tropik ışıqlama qurşağında yerləşən M məntəqəsində günorta vaxtı günəşin şüalarının maksimum və minimum düşmə bucaqları arasındakı fərq 33.5 dərəcə olarsa, bu məntəqə hansı coğrafi enlikdədir? Demək, bunun bizə enliyini soruşur. Gəlin o zaman həll eləyək. İlk öncə günəşin maksimum və minimum düşmə bucaqlarını tapmaq üçün ilk öncə deyirik nə etməliyik? Günəş harda ola bilər? 20.5 şimal enliyində olurdu. Bir də 20.5 cənub enliyində. Buna nəyə tapırdıq? Maksimum və minimum. İndi biz tapmalıyıq ki, məntəqə hardadır? Max olması üçün max'ı tapanda 90 çıx 33.5 neçə verir bizə? 90-35 çıxanda neçə qalır? 56.5 düzdürmü? Bunu yazaq dursun bir kənarda. 56.5. Daha sonra davam edirik nə ilə? Demək deyir ki, burada günəş cənubda məsələn götürsəydik, cənub 23.5-də. Məncə yazardıq. Ümumi düsturumuz nədir? 90 çıx x üstəgəl çıx 23.5 bərabərdir 56.5-ə. Buradan da hesablasam, x üstəgəl ümumi düsturla gedirəm. 23.5 bərabər olur nəyə? Demək, 90-da 56.5 çıxanda 33.5-ə. Demək, onda buradan nəyə tapacağım? Bunu da hesablayanda, burada mən eyni yarımkürə götürsəydim, demək neçə olur? Bu 56.5-dən 23.5 çıxanda 33.5-ə. Bu 56.5 var. Bir də bu nə olmalıdır üstəgəl olsun deyə? Üstəgələni götürsəm də 33.5-dən 23.5 çıxıram. Qalır neçə? 10 dərəcə. Demək, onda maksimum və minimum nə qədər imiş? Demək, 10, demək biz dedik ki, neçə dərəcə oldu? 10 dərəcə oldu. Doğru cavab olur D variantı. Necə dərəcə? Ümumi 90-dan çıxırıq. Belə deyək, tapdıq nə qədər? 56.5. 56.5 1 idi. Və 10 demək dedik ki, 10 dərəcə bilir ki, aranın maksimum və minimum fərqi nə qədər olur? 33.5 dərəcə olur. Bildiyimiz sual idi, maraqlı bir sual idi. Keçdik indi nəyə? 45-ci sualına demək davam eləməyə. Deyirik ki, bir dəqiqə. Demək, 45-ci sualda soruşur ki, platforma, geosinkronal can platforma. Demək, deyirik ki, qədim platforması orta Rusiya yüksəkliyi olar, bir də Amazon ovalığı olar. Geosinkronal yəni Meksika yaylasıdır. Pont dağıdır. Pont Tower, Türkiyədə deyir ki, Pont Tower dağlardır. Cavan platformada biz bilirik ki, Qərbi Sibir idi, Turan idi, Ön Qafqaz idi. 1-ə A, E, 2-yə B, D, 3-də C. Doğru cavab 45 olur nə? C variantı. Bunu da həll etdiyimizə görə, demək keçirik 46-cı sualdan davam eləməyə. 46-da deyir ki, cədvəl doğrusa müəyyən. Hindistan yarımadası yağıntı il ərzində qeyri-bərabər paylanır. Bəli. Çünki Hindistan yarımadası ekvatorial olduğu üçün yayda ekvatordur, qışda tropik. Bir düzdür. Sonra Mesopotamiya ovalığı il boyu səpələnən radiasi. Mesopotamiya ovalığının il boyu səpələnən radiasi deyil axı, ekvatorda deyil bu. Ona görə çıxdıq. Böyük Səhra iyul ayında buxarlama qabiliyyəti maksimumdadır. Bəli. Böyük Səhra buxarlama qabiliyyəti var. Yayda da daha çox olur. 3 düz. 4. Tasmaniyada siklonda külək saat əqrəbin əksinə hərəkət eləyir. Burada deyir ki, siklonda külək saat əqrəbin əksinə hərəkət eləmirdi. Niyə? Çünki biz deyirdik ki, şimalda siklonlar saat əqrəbinin əksi idi. Cənub yarımkürəsinin saat əqrəbinin əksi idi. Tasmaniya cənubda olduğuna görə siklon cənubda saat əqrəb istiqamətindədir. Saat əqrəb əksi istiqamət demək 4 də səhvdir. Qrenlandiya adası səthində albedonun kəmiyyəti yüksəkdir. Bu da düzdür də. Albedon nədir? Əks olunmaq. Beləliklə, soyuq ərazisi əks olunma daha çox. Yava adası günəş bütün il boyu günorta vaxtı zenitdə olur. İl boyu günorta vaxtı zenitdə olmaq. Çünki ekvatordadırsa, biz deyirik ki, ekvatorda ildə 2 dəfə olur və tropikdə ildə bir dəfə. Ona görə bu da səhv. Doğru cavab olaraq 1, 3, 5. Yəni C variantı. Keçdik 47-yə. Demişdim ki, dərslərdəki bir sualda qəbulda göldən olacaq. Şaşırmadıq.
Təəccüblənmədim, gözləyirdim. İndi gəlin doğru olmayan sıraları müəyyən etdik. Məsələn, baxan kimi görürəm ki, Axmaz Batabat. Batabat Naxçıvanda Şuşin sucudur. Axmaz deyil, 2 doğrudur. 2 doğru deyil, götürəcəm. Vulkanik Qaragöl, vulkanik bu düzdür. Bir düzsə birləri atıram gedir. Baxın, 3 variant getdi. 2-nin də düz olduğunu bilirəmsə, doğru cavab tez çıxdı. Baxın, görün necə asan idi. Tektonik demək Sarı sudur, Gəncə Qazax suyu. Sarı su tektonik deyil, Kürün axmazdır. Üstə Gəncə Qazax suyunda deyil. Kür çökəyində demək 3 də səhvdir. 4-də Axmaz, Ağgöl, Mil düzü, bu da düzdür. Uçqun mənşədir, Maralca, Murov dağ səsi düzdür. Axmaz, Hacıqabul, Salyan. Axmaz da Hacıqabul, amma Salyan düzündə deyil. Cənub Şərqi Şirvan tərəfə düşür. Ona görə 2, 3, 6. Doğru cavab olur nə? D variantı. Bu sualı həllədiyimizə görə keçirik 48-ci sualla davam eləməyə. Demək deyir ki, xəritə sxemində hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid olan ümumi cəhət. Baxaq görək hansı ölkələr göstərib. Baxanda görürük ki, A Amerikadır. Bəs deyirik ki, məsələn, B hansı olur onda? B ölkəsi də bizdə Fransanı göstərir. Yəni, inkişaf eləmiş ölkələrdə belə deyək. B düşünün, onlara xüsusiyyətlər. Demək, əhali təbiətinin birinci tip xarakterlikdir. Əhalinin yaş uşaqların sayı daha çox deyil. 2 səhvdir. İqtisadi fəal əsasən kənd təsərrüfatı çalışması inkişaf eləmiş yerdir. 2-lər, 3-lər səhvdir. 2-ləri 3 oy, suala baxdım. 2-ləri 3-ləri çıxanda cavab çıxmalıdır. 2-ləri 3-ləri çıxanda doğru cavab olar nə? Elə D variantı. Amma gəlin biz daha detallı təhlil edək ki, sizə rahat olsun. İnkişaf eləmiş ölkələr olduğu üçün orada yaş uşaqların sayı çox deyil. Kənd təsərrüfatına çox çalışmırlar, xidmət sahəsində çox çalışırlar. Emiqrasiya ölkədən gedəndir. Əksinə olaraq immiqrasiya ölkə gələndir. Demək, əhalinin təbiətinin birinci tip xarakteri 1. Urbanizasiya, yəni şəhər əhalisi daha çox düzdür. Əhalinin əsas hissəsi nədir? Hind, Avropa dilarəsində bu da düzdür. Demək, 1, 5, 6 bizdə nədir? Doğru cavabdır. Baxaq görə 1, 5, 6 hansında var? D variantına. Demək, doğru cavab 48-də oldu nə? D variantı. Bu sualda həll edilməyimizə görə 49-dan davam edir. Orta illik temperatur 20 dərəcədən yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səciyyəvi əlamətlər. Düz günəş radiasiyası deyirsə və rütubət temperaturu yüksəksə demək ərazi quraqdır. Quraq suda kimyəvi və özüaşınma getməz. 6 səhvdir. 6-ları çıxdaş eləyirəm. Daha sonra deyir ki, demək, enən hava axınları üstünü təşkil edir. Biz demişdik ki, alçaq təzyiq qalxan hava rütubətli ərazilərdir. Yüksək təzyiq enən hava quraq ərazi. Demək, 4 düzdür. 4 olmayanları atıram, 4 hamısında var. Əla. Sonra deyir ki, rütubətli əmsal vahiddən kiçikdir. Bəli. Quraq ərazisi orada nə olar? Rütubətli əmsal vahiddən kiçikdir. Demək, 1-i də götürəm, 4-dür. Yalnız ovalıqlar üçün səciyyəvidir. Bu, belə demək olmaz. Çünki ovalıq deyil, əksinə düzənlik üçün də bu xarakterdir. Səhralar üçün də. Demək, ikilərlə də işim yoxdur. Çay əməl imkanı zəifdir. Bəli. Ərazi quraq olduğu üçün ərazi çay əməl zəif gedir. 1, 3, 4. Əksinə 5-də səhv nədir? Sutqalıq amplitudu yaranmır. Biz demişik ki, sutqalıq amplitudu quraq ərazidə yaranır əksinə. Ona görə 5-də sutqalıq amplitudu yaranmır. Əksinə yaranır. 5-də çıxır. Qalır cavab nə? 1, 3, 4. Yəni sualınızın doğru cavab variantı E variantıdır. Nəzəri suallar daha çox idi bu imtahanda. Azərbaycanla bağlı suallar, yəni birincisindən çox sual idi. Çətin suallar deyildi məncə. Keçdik əlidir. Aral dənizinin qurumasının səbəbi və Aral dənizinin qurumasının səbəbi nədir? Çox quruyur niyə? Çünki Aral dənizi su varmada istifadə olunur. Su varmaya tavan adımız 3 olar. Qurumasının nəticəsində nə baş verər? Duzlu toz fırtına torpağın yararsız hala salar. Çünki suyu quruyanda nə olacaq? Artıq duz qalır da, su buxarlanır və duzu qalır. O da nə? Torpağı yararsız salar. Ona 1-ə 3, 2-yə 2. Cavab olur nə? Əldə D variantı. Bu sualda həllədiyimizə görə digərlərə uyğun gəlmir. Tavaların hərəkətinə nə aidiyyatı var? Səhranın azalmasının əksinə səhralıq artar. Su sərfi artmaz çünki azalar. Yəni məntiqsiz digərlər. Keçdik nəyə? Demək 51-ci suala. Deyir, diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faiz nisbətinin təqribi bölgüsü verilib. Bu iqlim tiplərinin aid olduğu düzgün fikirlər qruplaşdırılır. Biz demişdik ki, 50% yarımçəli və quru çöl idi, 30% mülayim isti iqlim idi, 20% dağ, tundra və soyuq iqlimi göstərirdi. Lənkəran ovalıqanlıq əyərçəl isə bu mülayim isti iqlim, yəni 2 olacaq C. Daha sonra pambıq əkinlərinin demək yayıldığı deyir ki, ərazilər üçün nədir deyir? Ərazi çox bu aiddir yarım səhiyyə, D aiddir 1-ə.
Orta rast təbii vilayətində mülayim rast gəlinmir. Demək dedik ki, olacaq onda nə? B olacaq 2-yə. Orta isə Naxçıvan idi. Sonra Respublikanın yüksək dağısı, bu da dağ tundra və soğuq iqlim. 3 olacaq E. Şollar düzü üçün səciyyəvi də deyirsə, şollar düzündə nə idi? Yarımsəhra və quru çöl. Yəni 1-ə A, D, 2-yə B, C, 3-də E. Doğru cavab olur nə? 51-də B variantı. Bu sualı da həll etdiyimizə görə keçirik 52-ci sualın davam eləməyə. Maraqlı sual idi. Metallurgiya kombinatı əsasən yerli və idxal edilən daş kömür və dəmir filizlə işləyən ölkələr. Biz bilirik ki, məsələn, yerli xammaldan Çindir, Rusiyadır, caridir. Gətirmə xammalından hansılar olardı? Məsələn, İtaliya olardı, Yaponiya olardı, Fransa olardı. Məsələn, ada verib Avstraliya gətirmə, yəni idxal. Bu Avstraliya özündə var, niyə gətirsin ki, düzdürmü? Daha sonra, məsələn, Cedə Polşada var. Polşadan özünün kömürü var da, niyə başqasından alsın ki, düzdürmü? Daha sonra, məsələn, Ukraynanın özündə də var. Niyə alsın ki? Məsələn, sonra Edə Braziliya. Braziliya dəmir filizi var. Niyə alsın ki? Hələ üstə gəl 1-ə verib Yaponiya. Yaponiya daxı yeridir. Yaponiya almadı. Bu da səhv. Ona görə cavab qalar nə demək? Yerli xammalda Çin, Rusiya, car. İdxalsa Fransa, İtaliya, Yaponiya. Doğru cavab olur nə? B variantı. Bu sualı da həll etdiyimizə görə keçirik 53-cü sualdan davam edə. Doğru fikirləri dinləyin, müəyyən edin. Ölkənin qonşu ölkə nəzərə mövqeyi, bu bizdə nə adlanırdı? Orta mövqeyi, mezo mövqeyi, makro verib, bu səhvdir. Xəzər dəniz sahilində yaşayan yalnız 2 ölkənin dünya okeanına birbaşa çıxışı mövcud deyil. Orada yerləşən bütün ölkə, yəni 5 ölkənin də çıxışı yoxdur, bu səhvdir. Braziliya, Avstraliya və Kanada dövlətləri dünya okeanına geniş iqtisadi zonaya malikdir, bu düzdür. Sonra gəlirəm nəyə? Deyir ki, Nigeriya və Hindistan əhali milli etnik tərkibinə görə federativdir. Bəli, Nigeriya da federasiyadır. Ay, 4 yazmalıyam bura. Nigeriya da federasiyadır, Hindistan da. Sonra Mərakeş və Yaponiya konstitusiyalı monarxiya ölkələr qrupuna aiddir. Bu da düzdür, monarxiyadır, konstitusiyalı. Altda deyir ki, demək, Vietnam, Butan və Laosun dünya okeanına başa çıxışı var. Biz demişdik, Laos dünya okeanına çıxışı yoxdur. Altda səhv. Ona görə doğru cavab olur nə? 53-də. 3, 4, 5. Bunu da həll etdiyimizə görə keçirik 54-ün davam. Deyir, Azərbaycanın kənd təsərrüfatı ilə bağlı doğru fikir müəyyən et. Yarımsəhra və quru çöl iqlim şəraitində suvarma ikinci inkişaf. Bu bir düzdür. Mülayim isti iqlim şəraitində həm tumlu, həm də qərzəhli meyvəçilik var. Bu da düzdür. Yəni qərzəhli meyvəçilik, Qanıq Əyri çayında, Böyük Qafqazda, tumlu da Quba Xaçmaz. Hər ikisində mülayim isti iqlim var. Şabaldı və qəhvəyə torpaqlar yağdığı ərazidə əkinçi əlverişli. Bax, bu yalan. Niyə? Çünki əksinə qəhvə və şabalı torpaqlar demək olar əkinçidə daha əlverişlidir. Niyə əlverişsiz olsun ki? Boz və sarı torpaq da sitrus meyvəsi. Biz bilirdik ki, sarı torpaq Lənkəranda da sitrus olur. Amma boz torpaq sitrus olmur. Ona görə 4 də səhvdir. Yer altlığa soyuq iqlimdə demişdik. Subarb, Abçəməndə formalaşır. Bu da düzdür. Taxılçı və üzümçü yalnız dəmir şəraitində inkişaf edib. Tək dəmir deyil. Niyə? Suvarma da həyata keçirilə bilər. Ona görə 6 da səhvdir. Doğru cavab nə? 1, 2, 5. Bu sualı da həll etdiyimizə görə keçirik 55-dən davam edir. Deyir ki, okean müxtəlif çökəkliklərində exotdan göndərilmiş səs signalı bir çökəyin dərinliyi 6900 metr, ikinci çökəyin dərinliyi 4800 metr olduğunu müəyyən etmişdir. Bu çökəyin səs siqnalı gedib qayıtma müddəti fərqi hesablanır. 6900 çıx 4800, o da bərabərdir nə qədər? 2100. Biz bilirik ki, 1 saniyədə 1500 idisə, x saniyə olar nə qədər? 2100. Düzdürmü? Və yaxud da bunları ayrı-ayrı hesablayaq. Bu ümumidir. Bunu gəlin lap ayrı hesab. Yəni 1 saniyə 1500 isə, onda 2 saniyə ümumi yol deyim, bir dənə sizə qaranlıq 6900. Eyni qaydada mən birinci ümumi yazmaq istədim. Bu yolu yazım, ümumini də deyəcəm. 1 saniyə demək 1500-dür. 1500. X saniyə də olur 4500, 1500-dür. X saniyə də 4800. Demək 4800 bölürəm 1500-ə. 4800 bölünür 1500-ə. Alıram nə qədər? 9.6. Bu burada qalsın. 6900 bölünür 1500-ə. 6900 bölünür 1500-ə. 4.6. Demək olur nə qədər? 4.6. Bunlar arasındakı fərq 4.6-dır. Burada isə nədir? Bizə gedib qayıtma arasındakı fərqi soruşur, düzdürmü?
və biz bunu necə hesablayacağıq? Bunun arasındakı fərqi çıxdıq. Düzdürmü? 4.6 və bu da nə qədər verəcək bizə? 4.6 və 9.6. Bunlar çıxanda mənə verəcək nə qədər? Bu şəkildə. Və məsələn 4000 isə bunu yazsaydım nə alardım? 2100 böl 1500. Bu şəkildə yazaq, o daha asan olacaq. Çünki burada alacağım, burada yəqin edəsə mən səhv elədim mexaniki. 6900-ü 1500-ə böləndə 6900-ü 1500-ə böləndə 4.6 alıram. Bəs 4800 1500-ə bölünərəm. 4800 bölək 1500 3.2 alıram. Baxın, mexaniki səhv eləmişik. 3.2 alırıq. Biri 4.6-dır, biri 3.2-dir. 4.6-dan da 3.2 çıxanda alıram nə qədər? 1.4. Amma mənə deyir ki, 1.4 dərinidir. Mənə deyir gedib qayıtma. Gedib qayıtma deyirsə 1.4-ü vururam 2-yə nə qədər? 2.8. Bu ümumi yol idi birinci. Amma daha asan nə idi? 6900-dən çıx 4800, yəni 2100. Sonra bir sayı 1500 qoy, iki sayı qoy 2100. Onda 2100-dən 500 böləndə eləyir nə qədər? 1.4. Və gedib qayıtma dediyinə görə vururam 2. Eləyir nə qədər? 2.8 saniyə. Demək, 55-ci sualımızın doğru cavabı olur nə qədər? 2.8 saniyə. Bunu da həllədiyimizə görə demək keçirik 56-cı sualın izahına. Demək, nə etməyə? Davam etməyə bir dəqiqə. Aha. Yəni suallar baxanda görünür ki, o qədər də çətin deyildi deyə düşünürəm. Doğru sual müəyyən etdir. Baxaq görək nə deyir. Cədvəldə Azərbaycan xəritəsidir. Ona uyğun həll eləməliyik. Deyir ki, demək düzən meşə landşaftı yayılıbdır nədə? A, C-də. Demək, A da, C-də, Lənkəranda da var düzən meşə, yəni meşə var orada. C-də də var. Çünki aşağı rütubətli olduğu ki, aşağıda meşə yaranırdı orada. A, C. Qan qəsəvə demək, bir düzdür. Biri götürəcəm, biri yazaq bura. 2 qışı soyuq keçən yarımsələr və qurçalı iqlimi B və D. Biz bir qışı soyuq keçən yarımsələr qurçalı ancaq naxçında B olmalıdır. D düşmür. 2 səhvdir. Sonra deyir ki, ölkəmizdə əhali sıxlığı ən az olan düzənliklərdir. A, C. Baxaq görək A, C haradır? A və C. Əksinə ən çox olan yerdir sıxlığa görə. Çünki rütubətli ərazidə insanlar rütubətli yerdə məşğullaşır. Bu səhvdir. 4-dir poligon yaşçılma süxurlar geniş yayılıb. A və D-də. Baxaq görək A-nın D hardadır? A və D. Baxıram ki, A buradadır. A-da var idi poligon. Bir də B. B də biraz bu tərəfdə olsaydı. Naxçıvanla diri Talışda var poligon, düzdürmü? A, B olmalıdır. D-də olan dönzüv çökmə süxurdur. Ona görə bu da səhvdir. Sonra deyir 5. Orta ilə yağıntıların miqdarı 5 mm azdır. B və D. D də quraq yerdir, belə yarım səhradır. Ona görə 500 azdır. 200, 400 arasıdır. Bu düzdür. Demək 5 də düzdür. Doğru cavab odur nə? 1, 5. Bunu da həllədiyimizə görə keçirik 57-ci sualdan davam edir. Yaponiya. Yaponiyaya baxan kimi görürəm ki, orada nə var? Musson iqlimi var. Birə yazıram A. Bir də Kobe limanı. Liman demişimsə Kobe. Orada yerləşir. Bu da düz. Almaniyanı göstərir. Almaniyada əhalisi hissəsi Germandır. Almanlar, German. 2-yə C. Daha sonra gəlir məndə nə? İspaniya. İspaniya 3 yarımkürə yerləşir. Çünki onu Qrinviç kəsri deyə şərq, qərb və şimala düşürdü. B. Zeytinə görə deyir dünyada qabaqcı yer tut D. 1-ə A, 2C, 3-də B, D oldu. Bunu da həllədiyimizə görə keçirik situasiyanı davam edir. Deyir ki, A dağları demək yerləşir harda? 2 yarımkürədə, düzdürmü? Demək, A dağları yerləşir 2 yarımkürədə. Bu dağın yamacları isti okean cərəyanının təsirinə məruz qalır. İki işğalma quşağında yaşayan bu dağlar inkişaf etmiş ölkənin ərazisindədir. A dağların yerləşdiyi yarımadanın sahillərini bir neçə dənizin suları yuyur. Bu dağların şimal hissəsində gecə və gündüz adi növbəşməsi pozulur. A dağları dövrlərinin sayı ən çox olan geoloji era deyirsə, yəni bu paleozoid 6 dənə dövrü var idi, deyirdi. Kembri, Ordovik, Silur, Devon, Karbon, Perm. Onun ərzində bol sulu və sürətli çay axır. Daha sonra deyir ki, A dağlarının yerləşdiyi ölkə əhalinin həm doğum, həm demək doğum deyirik, həm də ki ölüm səviyyəsi nədir? Demək aşağıdır.
İndi gəldik bunun təhlilini aparmağa. Yəni burada söhbət hardan gedir? Bol sulu və sürətli çay deyirsə, demək bu Skandinaviya ərazisindən bol var. Demək söhbət Skandinaviya dağlarından gedir. Skandinaviya. Skandinaviyadan gedir söhbət. Aha, demək, indi deyir ki, mətnə əsasən A dağı və onun ən yüksək zirvəsinin adını, dağın yaşıqlama qurşaqlarını və bu işlama qurşağına yerləşib A dağlar eyni geoloji yerdə yaranmış daşını müəyyən edib cədvəldə yazın. Demək, yazacağıq nə? 58-ci sualı yazıram. Diqqətli olun. Olacaq nə? Skandinaviya. Skandinaviyanın ən hündür yeri Qalxıpitgendir. Qalxıpitgen. Demək 2400 demək 69 metr olmalıdır. Sonra qütb işıqlanmada yerləşir və deyirik harda? Mülayim işıqlanmada yerləşir. Mülayim və qütb işıqlanmada yerləşir. Daha sonra bu oldu bizdə nə? Demək 58-ci sualın cavabı. Skandinaviya Qalxıpitgendir, qütblə mülayimlə düşür. İndi gəlin 59-cu sualın izahına bax. Deyir ki, mətn A dağların uyğun cənub xüsusiyyətlərini müvafiq eləyib cədvəldə yazın. Bizdə cədvəllər yoxdur. Demək 59-a nə yazacağıq? Yəni paleozoy yaşlı dağları yazmalıyıq. Məsələn, paleozoy yaşlı dağlar hansıları götürə bilərik? Məsələn, böyük su ayırıcını yaza bilərik. Böyük su ayırıcı. Sonra məsələn, Apalaçı götürmək olar. Apalaç, Kapı, Əjdahanı. Yəni paleozoy yaşlı dağlar. Sonra keçdik demək 60-cı suala. Belə deyək. Aha, indi burada məsələn A dağlarının uyğun cənub xüsusiyyətləri deyir də. Xüsusiyyət olaraq da nəyə göstərə bilər? A dağı Qalxıpitgendir. Qalxıpitgendə düşmüşdü hara lap belə. İndi cədvəl yoxdur deyə. Məsələn, Norveçlə İsveçə düşür əgər ərazi olaraq deyirsə ölkə olaraq. Və xüsusiyyəti də nə idi? German idi bunlar. German. Özü yuxarıda verib German idi. Düzdürmü? Sonra məsələn bu şəkildə yaza bilərik. Məsələn, indi başqa nə verirdi bizə? Məncə heç nə. Yəni bu əgər ərazi oradan yerləşik ölkə deyirsə onu götürərsiniz. Baxaq görə bizdə 60-da nə deyir? Demək, A dağlarının yerləşik ölkələrin adlarını, bu ölkələrin əhalisinin əsas hissəsini, aid olduğu dil qruplarını və həmin təbii artım tipini demoqrafik keçiş mərhələsində edib yazın. Demək, Norveç, İsveç də ölkələr. Hə, buraya yazacağıq o sualı 60-a. Norveç, İsveç, düzdürmü? Norveç, İsveçdir və dedik Germandır. 60-a yazacağıq German. Sonra məsələn 59-da A dağı Skandinaviya qədim dağdır. Paleozoda yaranıb. İndi cədvəl yendirəm yoxdur deyə o şəkildə təhlil edəcəyik. Məsələn 60-a nə yazacağam? Germandır. Ölkələrin adı Norveç, İsveçdir. Demək sonra gəldik nəyə? Bunun da dil qrupları demək Fin-Ugor da, Fin-Ugor. Sonra nə yaza bilərik? Demək əhalinin birinci tipinə aiddir, inkişaf etmiş ölkələr olduğu üçün. Mərhələ 4-cü mərhələ. Çünki doğum da aşağıdır, ölüm də aşağıdır. Birinci tip, yəni 4-cü mərhələ olardı. Bu da olardı 60-cı sualımız. Demək belə, ümumi deyəndə baxırıq ki, suallar o qədər çətin deyildi. Əminəm ki, ürəyinizdə nəticəni yığmısınız. İmtahanda diqqətli olun ikinci şansa. Çalışın ki, yaxşı nəticəniz olsun. Yaxşı nəticə yığan, yığmayan hər bir kəs təbrik edirəm. Özünüzlə qürur duyun ki, ən azından siz bu cəhdə getdiniz və özünüzü sınadınız. İnşallah ki, növbəti dərs zamanında görüşəcəyik. Özünüzə yaxşı baxın, üzülməyin. Hələ qabaqda bir imtahanımız da var. Özünüzə yaxşı baxın, sağ olun, uğurlar. Hələlik.